Çatdırmaq istədiyimiz daha bir neçə xəbər var, amma iqtisadiyyat buraxılışından sonra görüşəcək. İndi isə ekonomiksi təqdim etmək üçün sözü Rasim Şərifova ötürürəm. Axşamınız xeyir Rasim. Hər vaxtın xeyir olsun Mehman. Buyurun, nə xəbərlərlə gəlmişsiniz? Maraqlı xəbərlərimiz var, az sonra təqdim etməyə çalışacağıq. Təqdim edin onda. Beləliklə, ekonomik sefirdədir. Azərbaycan Mərkəz Bankının valyuta ehtiyatları artıb. Oktyabr ayının 1-nə bankın 15 milyard dollar ehtiyatı yığılıb. Ötən ilə müqayisə etsək, bu göstərici 13,4% artım deməkdir. Amma ehtiyatların artım tempi keçən illər nisbətən aşağı düşüb. Belə ki, ötən ilin 9 ayında valyuta ehtiyatları 36% çoxalmışdır. Bu ilin sentyabr ayında isə bankın rəsmi valyuta ehtiyatları 1% aşağı düşüb. Banklara borcu olan əhalinin sayı da artıb. Mərkəz Bankın məlumatına görə bu ilin 9 ayında borclu müştərilər 21% çoxalıb. Borcluların 200 mindən çoxu fiziki şəxslərdir. Hazırda cəmi borc alanların sayı 2,2 milyon ötüb. Borc alanların artımı banklarda problemli kredilərin həcmini də çoxaldıb. Belə ki, bu ilin 9 ayında vaxtı keçmiş kredilərin həcmi 20% artıb. Bu il 40 min işsiz məşğulluq xidməti orqanlarına müraciət edib. Onlardan 23 mini işlə təmin olunub artıq. Dövlət məşğulluq xidməti gəncləri işlə təmin etmək üçün yeni layihələr üzərində də iş aparır. İlk növbədə gənc bizim ali təhsilli vətəndaşları əhatə edir. Həmən layihə UNDP-nin və Norvegian Sislab şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir. Həmən layihə çərçivəsində biz gənc mütəxəssislərimizə müəyyən bir bacarıq vərdişləri öyrədərək onların özləri üçün iş tapmaq üsullarını öyrədirik və hardasa 90%-ə yaxın həmən tədbirdə iştirak edən gənc vətəndaşlarımız özləri özəl şəkildə özlərini iş tapırlar. Vaxt xaric xəbərlərindir. Uzun müddət davam edən aşağı inkişaf tempi Avrozona qarşısında ciddi risklər yaradıb. Avstriya Bankının prezidenti Ewald Novotny belə deyib. Onun sözlərinə görə Avropa Mərkəzi Bankı yaxın zamanlarda aktivlərin alınması ilə bağlı iri miqyaslı proqrama start verə bilər. Doğrudur. Hələlik aktivlərin alınması üçün zərurət görünməsə də, gələcəkdə bu varianta əl atılması istisna olunmur. İndi bu mövzu daha çox müzakirə olunmalıdır. Hazırda bir sıra yeni proqramların icrasına başlamışıq. Bu səbəbdən düşünürəm ki, bir qədər vaxt götürüb həmin proqramların effektivliyini yoxlamaq lazımdır. İlin sonunadək banklara likvidliyin tələbatını qiymətləndirmək üçün yeni tranş veriləcək. Yenə də qeyd edirəm ki, Avropa Mərkəzi Bankı aktivlərin alınması məqsədi ilə iri miqyaslı proqrama start verə bilər. Lakin hələlik buna lüzum görmürəm. Həm də ki, heç vaxt, heç zaman demək olmaz. Bu arada Avropa Statistika Xidməti Eurostat qitənin iqtisadi göstəriciləri üzrə hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, Avrozon üzrə ötən ay pərakəndə satış qiymətləri 0,4% artıb. Sentyabrda bu göstərici mənfi 0,1% təşkil edib. Eurosatın digər məlumatına əsasən əhalinin əmək məşğulluğu problemində ciddi dəyişikliklər qeydə alınmayıb. Avrozonanın 18 ölkəsində işsizlik səviyyəsi 11,5% olaraq qalıb. Acınacaqlı vəziyyət isə İspaniya və Yunanstandadır. Birjalardakı tendensiyaya nəzər yetirək, həftə neftin ucuzlaşması ilə başlayıb. Hazırda Amerikanın New York əmtəyi birjasında araca çıxarılan light markalı qara qızılın bir bareli $80.22 təklif olunur. London birjasındakı Brent nefti isə $85.53 satılır. Amerika və Avropanın fond bazarları enişlə üzləşiblər. Amerikanın Dow Jones, S&P 500 və Nasdaq 100 0,15%-ə qədər ucuzlaşıblar. Avropanın aparıcı səhmləri də eyni dinamikanı yaşayıb. Həm Almaniyanın DAX-ı, həm də Britaniyanın FTSE 100-ü eniş edib. Yüksəliş edən yeganə fond bazarları Yaponiyadadır. Bu ölkənin 225 indeksi dəyərini 7% artırıb. Qiymətli metallar bazarında əsasən mənfi dinamik hökm sürür. Qızıl 4 ilin ən aşağı səviyyəsini enib. Hazırda onun bir unsiyası $1170 təklif olunur. Gümüş isə daha çox 1% itki ilə üzləşib. Bu metal hazırda $16 təklif edilir. Bahalaşan metallar palladium və alüminiumdur. Avronun məzənnəsinin enişi yenə davam edir. Bu saata avro dollar 1.25'dir, dollar yen 113, funt sterling dollar isə 1.60'a mübadilə olunur. Azərbaycan manatının digər valutalara nisbətən Mərkəzi Bankı müəyyənləşdirdiyi məzənələr isə belədir. Dollar 78 qəpik yarım, 1 avro 98 qəpikdən də aşağıdır. Rusiya rubli 2 qəpiyə yaxın, Türk lirəsi isə 35 qəpikdir. Hörmətli tamaşaçılar, sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə
497-61-57 nömrəli qaynar xəttimizə də zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara Aeroporter proqramı yükləməklə qarşılaşdığınız hər hansı hadisəni Lider televiziyasına göndərə bilərsiniz. Belə Economics əməkdaşlarını bu günə çatdıracağı xəbərlər əsasən bunlar idi. Mehman, sözü yenidən sənə verirəm. Təşəkkür edirəm.